Bax burada x-lə kəsişmə nöqtələri var və y-lə kəsişmə nöqtələri var. x1 bərabərdir -1, x2 bərabərdir 3. Bir də y-lə kəsişmə nöqtəsi, yəni c-si bərabərdir. Bu da -3 verilir. İndi hansı düsturdan istifadə edib tapırıq parabolanı? Y bərabərdir. x1, x2 varsa A vurulsun, bəli. X çıxılsın x1 ilə, x çıxılsın x2. Bundan istifadə edirik. A vurulsun, x çıxılsın -1, yəni üstəgəl 1. X çıxılsın 3. Bundan istifadə edib A-nı tapmaq istəyirik artıq. -3c o deməkdir ki, x nədir burada? X-i 0-dır. X 0-dır, y-i -3. Yəni bu nöqtənin koordinatı 0, -3 deməkdir. Gətirib yerinə yazaq, indi A-nı tapaq. Məqsəd A-nı tapmaqdır. -3 bərabərdir A vurulsun. 0 üstəgəl 1, 0 çıxılsın 3. Yəni -3 bərabərdir -3 A-ya. A bərabərdir müsbət 1 olmuş olur. İndi yerinə yazaq. Y bərabərdir. A-nın yerinə 1 yazırıq burada. X üstəgəl 1, x çıxılsın 3. Bizdən ABC-nin 3-ün də cəmini istəyir. İndi biz bunu bu hala salmalıyıq. AX kvadrat üstəgəl BX üstəgəl C. Ondan sonra tapaq. X-ləri vurduq, x kvadratı. Müsbət x burada var, -3x də burada var. Toplayanda bir başa yazaq da -2x eləyəcək. Biri də -3-ə vurduq, -3 də buradadır. İndi A bərabərdir 1 tapmışdıq. B nəyə bərabərdir? -2. -2. C bərabərdir? -3. A-la C-ni onsuz da tapmışdıq. C ilk başda verilən idi, A-nı da tapmışdıq. Əsas B-ni tapmaq idi, B-ni də tapdıq. İndi bunların cəmini istəyir bizdən. 1 çıxılsın 2, çıxılsın 3, -4.